Немецкой ассоциации народных университетов. Данная выставка является результатом трехмесячного проекта под названием «Творческие профессии». В течение 3 месяцев определенная группа людей, более 20 человек, изготовляли ручные изделия по 5 направлениям. Это керамика, гурама, макраме, это сувениры, это ковроткачество. Теперь данная выставка, это не просто выставка, она выставка-продажа. Цель состоит в том, чтобы люди, получив из этих курсов какие-то навыки и знания, в дальнейшем продав свои изделия, они получат какие-то материальные блага и тем самым смогут продолжить свою деятельность. То есть таким образом проект рассчитан на долгосрочное действие. Sərgi salonlarından birində düzənlənən sərgi özü ilə tamaşasına gələnləri heyrətləndirdi. Burada nümayiş olunan sənət inciləri biri-birinə 20 ilmi böyük yaradıcılıqla calanıb. Hər bir nümunədə böyük zəhmətlə yanaşı orada yaşanan hisslər də özünü büruz edirdi. O ki qaldı, bu əl işlərinin sahiblərinə ötən proqramlarımızdan birində bu barədə sizə söhbət açmışdıq. Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq üzrə İnstitutu 30 ildən artıqdır ki, orta və yaşlı nəslin beynəlxalq təhsil sistemi çərçivəsində layihələr həyata keçirir. Bu layihələr sosial, iqtisadi, siyasi və mədəniyyət sahəsindəki təhsillərin verilməsinə yönəldilmişdir. Artıq bir ildir ki, sözü gedən institut Yaradıcı Qadınlar Assosiasiyası ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Yaradıcı Qadınlar Assosiasiyasının prezidenti Afaq Hüseynovanın rəhbərliyi ilə bir qrup əlillər üçün yaradıcı sənətlər, keramika, suvenirlər, toxuma, qurama, xalçaçılıq kursları təşkil edilmişdir. Tamamilə İİZ, GİVİ tərəfindən maliyyələşdirilən bu kursları Yaradıcı Qadınlar Assosiasiyası həyata keçirir. Və layihənin yeganə məqsədi də budur ki, əlil insanlar öhdəsindən gələ biləcəyi sənətə yiyələnməklə qazanc əldə etsinlər və öz sosial durumlarını tarazlasınlar. Nəzərdə tutulan kurslar bitirildikdən sonra əl işləri satış sərgilərinə çıxarılır. Əldə olunan vəsait əlillərin fonduna köçürülür. Elə bununla da layihənin nəticəsinin davamiyyəti təmin olunur. O səbəbdən ki, əlil insanların əldə etdikləri vəsait onların yenidən material xərclərinə də nizamlayacaq. O ki qaldı, Yaradıcı Qadınlar Assosiasiyasına onlar müntəzəm olaraq satış sərgilərinin təşkil olunmasında əlil insanlara zəmanətçidirlər. Sərgiyə təşrif buyuran bütün qonaqların təəssüratları bu idi. Bircə bu əl işləri mənim də iş otağımın və yaxud da evimin bir güşəsini bəzəyəydi. Bu istəyi reallaşdırmaq istəyənlərsə çox güman ki, artıq öz seçimlərini etdilər. Sınıq qəlblərdə bir ümid şamı yandırmaq məqsədi ilə.